Gözəl bir gündə, gözəl bir havada, bayram əhval ruhiyyəsində Masallı rayon Anatoliy Banişevski adına mərkəzi stadionunda Değerli azərkeşlər, hər birinizi bir daha xoş gördük. Qeyd edək ki, AFFA'nın təşkilatçılığı ilə keçirilən Region Liqası çərçivəsində Masallı Peşəkar Futbol Klubu ilə Lənkəran Futbol Klubu qarşılaşır. Hər iki komandaya uğurlar arz edirik. Alqışlayaq komandalarımızı. Bir vacib məsələni qeyd etmək istəyirəm ki, bu mövsümdən artıq Masallı Peşəkar Futbol Klubunun sponsoru Masalda fəaliyyət göstərən Prospekt Biznes və Ticarət Mərkəzidir. Sahibi hörmətli Vüsal müəllimə dərin təşəkkürümüzü bildiririk. Masallı idmanına, gəncliyinə və sağlamlığına diqqət və qayğı ayırır. Hər birinizdən xahişim, Vüsal müəllimi alqışlayaq zəhmət olmasa. Və hal-hazırda oyunlarımızı dəyərli şəhid ataları izləyir. Hər birinin qarşısında baş əyirik. Vətən sağ olsun, qazilərimizə Allah şəfa versin. Hər iki komandanı alqışlayaq. Birazdan oyun başlayacaq. Komandaların heyətləri ilə sizləri tanış edirik. İlk öncə Masallı Peşəkar Futbol Klubunun əsas heyətini nəzərinizə çatdırırıq. Qapıda 99 nömrəli futbolçu Ayaz Məmmədli dayanacaq. 11 Rəyal İbadov, 2 Rəvan Murtuzayev, 5 Fərid Ağayev, 6 Elmin Kazımov, 7 Ramal Dadaşzadə, 8 Qədir Həsənov, 10 Rüstəm Babayev, 17 Mirzəbəy Şahbazov, 20 Akşin Həkimov, 92 Əxlatun Məmmədov. Komandanın baş məşqçisi Bəxtiyar Mehrəliyevdir. Komandanın idarə heyətinin rəisi isə Mirələm Həşimov. Qonaq Lənkəran Futbol Klubunun heyəti ilə sizləri tanış edirik. Qapıda 1 nömrəli Elmar Mustafazadə dayanacaq, 2 Elmar Həşimli, 3 Qanat Eldəlli, 4 Cavad Məlikov, 5 Fəryad Talıbzadə, 6 Şahin Ağayev, 7 Vadim Kərimzadə, 8 Aydınzadə Əli, 10 Oruç Şahverdiyev, 15 Sahib Uliyev, 17 Əliağa Məmmədov. Komandanın baş məşqçisi Nahid Salmanovdur. Komandanın idarə heyətinin rəisi Rəhman Abbasov, idarə heyətinin rəisinin müavini isə Emin Fərzullayevdir. Masallı Peşəkar Futbol Klubu ilk oyunda səfərdə Qobustan komandasını 2-1 hesabı ilə məğlub edib. Birazdan oyunun baş hakimi Xəlil Xəlilov start verəcək oyunun başlaması üçün. Köməkçiləri isə Samir Qaracayev və Rəşad Quliyevdir. Masallı futbolçuları oyuna başlayacaqlar.
baş hakimi Xəlil Xəlilov Masallı komandasının qapıçısının formasını dəyişməsini tələb edir. O səbəbdən hələ ki oyunun başlanması yubanır. Start verildi. Her iki komandaya gollar arzulayırıq. Zavod Məlikov. Lənkəran futbolcular hücum qurmağa çalışarkən topu itirdilər. Royal İbadov sol cinahdan komanda yoldaşını ötürmə etmək istədi. Lənkəran futbolcular müdafiədə qarşılayırlar topu. Əliağa Məmmədova top gəlmədən Rəvan Murtuzayev topu meydandan kənarlaşdırır. Yan xəttdən Anar Heydərli topu oyuna daxil edəcək. Heydərli, Asəf Əşimov başla qarşılayır topu. Rəvan Murtuzayev, Vadim Kərimzadə, Əliağa Məmmədova top gəlmədi. Uzaqdan zərbə ilə yoxladı Lənkəran futbolçuları. Top qapıdan xeyli aralı keçir. Qədir Həsənov, Asəf Əşimov, Mirzəbəy Şahbazov Asəflə oynadı. Mirzəbəy Asəf Əşimov Royal İbadov topa sahib ola bilmir. Zavod Məlikov top uğrunda mübarizədə Fatım Məmmədli zədələnir. Baş hakim oyunu saxlayır. Mirzəbəy, Rüstəm Babayev, Qədir Həsənov. Qədir Həsənov təhlükəli epizod alına bilərdi. Lənkəran komandası müdafiəçiləri topu meydandan uzaqlaşdırır. Fəryad Talıbzadə təhlükənin qarşısını alır. Gün
zərbəsi ilə Masallı futbolçuları topu oyuna daxil edəcəklər. Komandanın kapitanı Royal İbadov. Əflatun Məmmədli. Əflatun Məmmədli topu ram edə bilmir. Mustafazadə. Elvin Həşimli. Mirzə bəy qarşıladı başı ilə. Topu hissəsindən Mirzə bəy Şahbazov. Gözəl fikirləşmişdi Əflatun Məmmədli. Cavad Məlikov. Koşul arkada. Qarşısını aldı. Cərimə zərbəsi yerinə yetirəcək. Sol cinahdan Rüstəm Babayevlə Masallı futbolçuları. Rüstəm Babayev. Elmin Kazımov. Bağlar Amal, bağlayın orada. Koy bursun, ayağa başlamasın, koy bursun. Bilmir. Lənkəran Futbol Klubunun qapıçısı Elmar Mustafazadə. Topu oyuna daxil edəcək. Mirzə bəy başı ilə qarşılayır topu. Qədir Həsənov. Royal İbadov yetişə bilmir topa. Əflatun Məmmədli yenidən topa sahib oldu. Rüstəm Babayev. Elmin Kazımov. Əflatun Məmmədli. Mirzə bəy Şahbazov. Rüstəm Babayev. Əflatun Məmmədli. Mirzə bəy. Rüstəm Babayev. Oyunun yönünü sağ cinaha dəyişir. Rəvan Murtuzayev. Fərid Ağayev. Ramal top istədi. Fəryad qarşılayır. Hücumun qarşısını alır amma Masallı futbolçuları gözəl hücum qurmuşdular. Oyunun baş hakimi penaltı təyin edir Lənkəran Futbol Klubunun qapısına. Alqışlayaq komandamızı. Murat orada kalma, orada geç. İpten görmeyeyim o yüzden. Qədir Həsənov penaltı zərbəsini yerinə yetirəcək. Oyunun baş hakimi futbolçulardan zəlimə meydançasını tərk etmələrini istədi. Ramalda daş sahada Masallı futbolçuları 1-0 ileri geçsinler. Lənkəran Futbol Klubu karşısında.
Oyunun ilk dəqiqələrindən üstün olan tərəf Masallı futbolçuları idi. Və penaltı zərbəsi ilə 1-0 irəli keçirlər. Masallı Peşəkar Futbol Klubu 1, Lənkəran Futbol Klubu 0. Yeddi nömrəli oyuncu Ramal Dadaşzadə Masallı futbolçularının qolunu qeyd etdi. Qolu rəqib komandanın qapısına Qədir Həsənov vurdu. Alqışlayaq. Bağışlayın, səhvə yol verdi. Qədir Həsənov idi penaltı zərbəsini yerinə yetirən futbolçu. Rəvan Murtuzayev, Qədir Həsənov, Elmin Kazımov. Fərid Ağayev, Anar Eydərli qarşılayır. Lənkəran futbolçular hücum qurmağa çalışırlar. Əliağa Məmmədov iki futbolçunun əhatəsindən çıxa bilmir. Oyunun baş hakimi zəlmə zərbəsi təyin edir. Ha kardeş, sen danışmış futbolda çəkilişləyəm. Sağ ol. Köynə bazarda, meyvə bazarının yanında. Arkada boş Emir. Lənkəran futbolçuları cərimə zərbəsi yerinə yetirir. Təhlükəli epizodda Əliağa Məmmədov istifadə edə bilmir. Gün zərbəsi Vadim Kərimzadə yerinə yetirəcək. Oyunun bu dəqiqələrində Lənkəran futbolçuları hücum qurmağa çalışırlar. Vadim Kərimzadə asma edir. Masallı klubunun müdafiəçiləri topu uzaqlaşdırırlar. Orta sahədə uğrunda mübarizədə Real İbadov. Elvin Həşimli uzun oynadı. Əli Aydınzadə qazansa da meydandan uzaqlaşdırır Masallı futbolçuları. Anar Heydərli, Şahin Ağayev. Yenidən Anar Heydərli ilə Anar Heydərli top qapıdan bir xeyli aralı keçir. Ayaz Məmmədli. Anar Heydərli başla qarşılayır topu. Elmin Həşimli. Elmin araya girdi. Rüstəm Babayev. Real İbadovla oynadı. Real İbadov. Gözəl ara pası ötürür. Əflatun Məmmədli. Real İbadovla oynadı. Rüstəm Babayev. Rüstəm Babayev qapıya zərbə vurmaq istədi. Lənkəran futbolçuları bu hücumun qarşısını alırlar. Mirzəbəy, Real, Elmin Kazımov.
Bugün mübarizədə Vadim Kərimzadə qalib gəlsə də kobudluqla dayandığını iddia edirlər. Lənkəran futbolçular baş hakim isə oynayın göstərişi verir. Amma Fərid Ağayevə qarşı olunan kobudluğa görə Xəlil Xəlilov Lənkəran futbol klubunun oyuncusu Əliyağa Məmmədova sarı vərəqə göstərir. Adı 2 nömrə kim? 2 nömrə Rəvan Murtuzayev. Odur, oxşamla. O Rəvan yox, Murtuzayev ekizlər, Ərkivan. O balaca Rəvan yox, 77. Hə, oradakı demək. Bir dənə Fərid dəyişildi də burada. Amin. Rəvan Murtuzayev komanda yoldaşlarından irəli getmələrini istədi. Asma edir Royal İbadov. Topa yetişə bilmir. Lənkəran komandası qapısı İlman Mustafazadə. Cavad Məlikov. Sahib Quliyev. Sahib Quliyev ötürmə etmək üçün komanda yoldaşlarına baxdı. Şahin Ağayev. Anar Heydərli. Sol cinahdan Lənkəran futbolcular hücuma keçmək istəyir. Ramal qarşısını alır. Onların topu itirir. Şahin Ağayev. Kazımov kobudluqla dayandırır Şahin Ağayevi. Lənkəran komandasında məcburi dəyişiklik edilir. 5 nömrəli Fəryad Talıbzadə Niyal Abbasovla əvəz olunur. Təhlükəli epizodda
Lənkəran futbolçuları fərqlənə bilmir. Ayaz Məmmədli burada kobud səhvə yol verdi. Hayır, bu değil sen, bu değil. Top orada değil. Ben de çok hayır. Masallı futbolçular hücum qurmağa çalışırlar. Elvin Əşimli topa yüksəkliyi qazandırdı. Top uğrunda mübarizədə Fərid Ağayev çobudluq edir. Vadim Kərimzadəyə qarşı. Vadim Kərimzadə komanda yoldaşlarından irəli getmələrini tələb edir. Vadim Kərimzadə Oruç Şahverdiyevə top gəlmir. Royal İbadov Qədir Həsənov Əflatun Məmmədli Təhlükəli epizod yarana bilər. Komanda yoldaşına ötürmə etmək əvəzinə qapıya zərbə vurmağı tərcih elədi. Amma top qapıdan aralı keçdi. Canın orada. Biraz Oruz düş orada, Oruz. 77-750 avtomobil yarışı başladı da yenə. Xahiş edirəm yaxınlaş maşını götür. 77-750 yolu kəsibsiz, getmək olmur heç yerə. Elvin Əşimli Əli Aydınzadə Anar Eydərli top istədi. Özü hücumu davam etdirmək istəsə də Masallı komandasının müdafiəçiləri topu meydandan uzaqlaşdırırlar. Rəvan Murtazayev hücumun qarşısını alır. Biraz sentere taraf. Fərid Oruz salda topu Oruz. Oruç Şahverdiyev topu itirir. Elmin Kazımov, Rüstəm Babayev iki oyunçunun əhatəsindən məharətlə ötürmə edir komanda yoldaşına. Amma Lənkəran futbolçular topa sahib olsalar da Masallı futbolçular hücumun qarşısını alırlar. Elvin Eydərli uzun ötürmə etmək istədi. Mirzəbəy Şahbazov müdafiədə qarşılayır. Əflatun Məmmədli sağ cinahdan Masallı futbolçular hücum qurmağa çalışırlar. Rüstəm Babayev oyunun yönünü dəyişdirir. Sağ cinahda ötürmə edir Fərid Ağayev. Vadim hücumun qarşısını alsa da topu itirir. Qədir Həsənov uzaqdan zərbə. Amma zəif alındı. Onun zərbəsi bu dəqiqələrdə oyun əsasən meydanın orta hissəsində davam edir. Hər iki komanda yaxşı davranırlar. Əflatun Məmmədli üç oyunçunun əhatəsindən şobudluqla dayandırılır. Yanat koydu açılsa. Əflatun. Ortada ortada. Hayır, Sabra. Sakla bir de kal. Tamam, Kölükü. Rüstəm Babayev asma etsə də Əflatun Məmmədli
ala bilmir. Elmar Mustafazadə 271 271 Yaxınlaşın maşını götürün. Rahim Quliyev, Evakuator gəlin aparmağa. Qədir Həsənov, 271 Qədir Həsənov, Bütün yolu kəsmisən qardaş. Yaxınlaş götür maşını. Oruç Şahverdiyev top itirir. Top kalsın bizde. Əflatun Məmmədli, Rüstəm Babayevlə oynadı. Rüstəm Babayev, Elmin Kazımov. Sürətli olanlar götürülməsi. Katta, gir. Naim Abbasov, Çox xahiş edirəm. Gələn maşınlar, ya kimisə maşını yolun üstündə varsa götürsün. Valla futbol olmadı bu. Zəbər araya girir. 271 Yok, bir defadan, yok. Şəkir Ələm Mirzəbəy araya girərək topu meydandan uzaqlaşdırır. Naim Abbasov. Əliağa Məmmədov Naimlə oynadı. Naim uzun ötürmə edir. Cərimə meydancasında Bir tane. Ramal qarşıladı. Hələ ki Lənkəran futbolçularındadır. Qapısına ötürmə edir. Elbinə şimdi, sonrasında isə top meydanı tərk edir. Yorulmuşsan Mirce'yle değiş yeri. Hacı senden. Sen onu götür saklayasın. Tamam söylesin tamam. Söylesin danışma. Əflatun bu səfər sağ cinahda topu uğrunda mübarizə aparır. Hayır. Gör bunu. Yan xəttdən masallı futbolçuları oyuna başlayacaqlar. Fərid Ağayev. Elmin Kazımov. Elmin Kazımov, Əflatun Məmmədov. Gözəl düşünmüşdü, amma çox zəif alınır zərbəsi. Lənkəran komandasının qapısı Elmar Mustafazadə üçün elə də çətin olmur. O vuruşun qarşısını almaq. Oruç Şahverdiyev, Əflatun gözəl oyun nümayiş etdirir. Mirzəbəy, Asəf Əşimov, Rəvan Murtuzayev. Rəvan Ramal Dadaşzadəyə ötürmə etsə də sərt alınır. Zərbəsi Lənkəran komandasının qapıçısı Elmar Mustafazadə. Hücum qurmağa çalışır Lənkəran futbolçuları. Əliağa Məmmədov. Əliağa Məmmədov. Vadim. Helal Oruç'a. Üçüncü zərbəsi yerinə yetirəcək Lənkəran futbolçuları. Vadim danışsın Vadim. Ana. Gel eline gel. Geçti başlayacak. Vadim. Ali. Oruç Şahverdiyev. Ramal Dadaşzadə qarşılayıb cərimə meydancasında topu. Elvin. Əflatun Məmmədli. Bu dəqiqələrdə bu futbolçunun meydanın hər bir hissəsində görə bilərsiniz. Gözəl oyun nümayiş etdirir hələ ki. Şahin Ağayev. Fərid Ağayev.
futbolçularındadır. Hayır, kaleye bak. Sahib Quliyev, Korkma, ya serbest sana. Ya canavar. serbest. Niyal Abbasov, Kaleye Niyal bak. Abbasov, Bravo. Hey. Sahib Quliyev, Sahib Quliyev. Yeniden Niyal'la oynadı. Niyal, Oruç Şahverdiyev, Ayaz Məmmədli Say. hücumun qarşısını alır. Niyal yaksan, ya abi. Ya buna da bak. Ya buna da bak. Bravo. Niyal. Bir. Hayır, sen düşmansın. Hayır. Əflatun Məmmədli kobudluqla dayandırılır. Burada. Klubun sponsoru Vüsal müəllim tərəfindən növbəti qollar üçün əlavə pul mükafatı veriləcək. Alqışlayaq komandamızı. Elvin. Orhan. Danışın. Boş vermeyin. Danışın. Eve bak. Hadi. Hadi biri düştü burada. Bura biri düştü. Aferin. Masallı futbolçular cərimə zərbəsini yerinə yetirəcəklər. Hakim işarətini verir. Əflatun Məmmədli Masallı futbolçuları bu epizoddan istifadə edə bilmirlər. Gül zərbəsi ilə Mirzə bəy oyuna başlayacaq. Mirzə bəy Şahbazov 5 masallı futbolçu cərimə meydançasında olsalar da Lənkəran komandası müdafiəçiləri hücumun qarşısını alırlar. Oruç Şahverdiyev Niyal'la oynayır. Niyal Abbasov sahib top istəyir. Sahib Quliyev Şahin Ağayev qapısı Ayaz Məmmədli ilə üz-üzə qalsa da topu qapının üzərindən vurur. Lənkəran futbolçuları təhlükəli vəziyyət yarada bilmişdi, amma istifadə edə bilmirlər. Mirzə bəy Şahbazov, Asəf Həşimov, Mirzə bəy Kamala gəlmir top, amma top hələ ki masallı futbolçularındadır. Real İbadov, Rüstəm Babayev, Mirzə bəy Şahbazov, Elmin Kazımov. Gözəl kombinasiya qursalar da Şahin Ağayev engel olur onlara. Yan xəttdən Mirzə bəy top oyuna daxil edir. Elmin Kazımov Mirzə bəy ilə oynadı. Rüstəm Babayev, Elmin Kazımov özü vuracaqmı? Lənkəran müdafiəçiləri canla başla mübarizə apararaq bu hücumun da qarşısını almağa bacarırlar. Elvin Əşimli
Əli qazandırır. Əli Ağaya gəlmir top. Ay Şahin sen orada neyliksin? Rüstəm Babayev arıb ötürməsi etmək istəsə də qarşı salınır, amma top masallı futbolçulardır. Royal İbadov oyunun səmtini dəyişir sağ cinahdan. Qədir Həsənov, Royal Murtuzayev. Royal Murtuzayev uzun ötürmə edir. Royal İbadov, Royal İbadov. Zərbə indirsə də top qapıdan aralı keçir. Masallı futbolçuları ikinci topu vurmağa çox yaxın olsalar da bu səfər də alırlar. Elmar Mustafazadə ötürməsi qızıqda düşdü. Masallı futbolçular topa yiyələnsələr də yenidən itirdilər. Ali, ay Ali. Ne olur? Baş hakim Xəlil Xəlilov oyunu yenidən dayandırır. Adətən bugünkü oyunda vaxt itkisi daha çox qeyd alınır. Hər bir zərbəsi ərəfəsində oyun bir neçə saniyə dayanmalı olur. Əli Ağa Məmmədov iki oyunçunun əhatəsindən çıxa bilmir. Rəvan Murtuzayev asan yolu seçir, topu meydandan kənarlaşdırır. Hayır. Anar Heydərli, Əli top istədi. Əli Aydınzadə təkrarən Anarla oynasa da topu meydandan uzaqlaşdırır masallı futbolçuları. Yan xəttdən Anar Heydərli topu meydana daxil edəcək. Şahin Ağayevlə oynadı. Şahin Ağayev topu itirsə də Lənkəran futbolçuları topa sahib oldular. Yenidən itirdilər. Rüstəm Babayev təhlükəli alına bilər. Kamal Dadaşzadə top uğrunda mübarizədən qalib ayrıldı. Mirzəbəy Şahbazov. Mirzəbəy Şahbazov 3 oyunçunun əhatəsindən komanda yoldaşını ötürmə etdi. Royal İbadov, Rüstəm Babayev. Mirzəbəy Elvin Həkimli qarşısını kəsir. Daha sonrasında isə Naim Abbasov topu uzaqlaşdırmağa çalışır. Şahin Ağayev. Sahib Quliyev. Əli Ağa Məmmədli top istədi. Əli Ağa Məmmədli Rəvan Murtuzayev qarşısını kəsir. Sürüşmə fəndi ilə topu meydandan uzaqlaşdırır. Gün zərbəsi ilə Lənkəran futbolçuları oyunu davam etdirəcəklər. Oradakiler için sana salacaklar. Orut bir şey orut. Ana ya çıkardın o zaman. Orut bir şey. Hayır orut. Əli Aydınzadə ikinci zərbəsini yerinə yetirəcək. 5 Lənkəran Futbol Klubunun futbolçu cərimə meydançasında top istəsələr də Orucla oynayır. Oruc Elmin qarşılayır müdafiədə topu. Oyundan kənar vəziyyət qeydə alır. Oyunun yan xətt hakimi. Yerime düş sahip yerime düş. Ayaz Məmmədli, Rəvan Murtuzayev, Fərid Ağayev.
Cavad Məlikov qarşıladı başla topu. Oynadı. Oruç Şahverdiyev. Şahin Ağayev. Naim Abbasov. Niye kim yok lan? Git ha. Bağışlayın bu oyunçunun adını bəzən səhv tələffüz edirik. Naim Abbasov olacaq əslində. Tez oyna, tez oyna, tez oyna. Qapısına qədər gəlir. Elvin Həşimov. Elvin Həşimov. Sahib Quliyev. Zəbəy onunla mübarizə aparsa da topu komanda yoldaşı Anar Heydərliyə ötürə bildi. Qədir Həsənov qarşıladı. Gözəl düşünsə də top Lənkəran qapısına qədər gəlir. Naim Abbasov. Naim Abbasov sağ cinahdan Ramal Dadaşzadə qarşısını alır. Naim Abbasov Əliyağa Məmmədovla oynayır. Mirzəbəy Şahbazov topu meydandan kənarlaşdırır. Naim Abbasov Əliyağa Məmmədov. Mirzəbəy bu futbolçuya göz açdırmır hələ ki. Rüstəm top istədi. Rüstəm Babayev topu itirir. Oruç Şahverdiyev. Top hələ ki Orucdadır. Lənkəran komandasının futbolçusu Şahin Ağayev zədələnsə də hələ ki futbolçular topu meydandan kənarlaşdırmır. Dediyim anda Qədir Həsənov topu meydandan kənarlaşdırır. Hele gelin oyunu vermeye gelmişim de. Aa ondan bile topsuz arkadan tabii vururlar. Bunu hamısı gördü de. Ama şurabı ver de. Lənkəran futbolçuları hakimə öz etirazlarını bildirirlər. Xəlil Xəlilov hər iki komandanın futbolçularına sarı vərəqə ilə cəzalandırır. Rüstəm Babayev və Şahin Ağayevi. Əliyağa Məmmədov. Oruç Şahverdiyev. BRP qaydalarına uyğun olaraq topu masallı futbolçularına qaytardı Lənkəran futbolçuları. Rzayev, Real İbadov. Qapıcısı Elmar Mustafazadə ondan əvvəl topa sahib olur. Elmar, Elmar. Meydanın orta hissəsində Oruç topu qarşılayır. Komanda yoldaşı Vadim Kərimzadə ilə oynadı. Vadim Kərimzadə. Değişin. Vadim Kərimzadə komanda yoldaşına ötürmə etdi. Cavad Məlikov topu itirsə də yenidən Lənkəran futbolçuları hücum qurmağa çalışırlar. Naim Abbasov, Elvin Həşimov, Sahib Quliyev topa gələnə bilmir. Mirzəbəy araya girdi. Naim Abbasov, Rüstəm Babayev çox uzun edir. Elvin Həşimov.
Topa yüksəkliyi qazandırır. Elmin Kazımov topa sahib olur. Əks hücumda Masallı futbolçular təhlükəli vəziyyətə yanaşsalar da Elman Mustafazadə qapısını tərk edərək real qol vəziyyətinin qarşısını alır. Oyun yenə də dayandırılır. Meydanın Masallı futbolçularına aid olan hissəsində Lənkəran futbol klubunun futbolçusu zədələnib. Hacıya deyilən, nə olur? Gel apar ver. Diqqət, diqqət. Xahiş olunur, yolda maşın saxlamayın. Bax, qapını bağlamışıq, hamı qalıb içəridə. Kim yolda maşın saxlasa, evakuator gəlib aparacaq. Və məndən heç kəs inciməz. Hayır abi. Elvin Əşimov, Cavad Məlikov. Naim Abbasov. Sağ cinahdan hücum qurmağa çalışır Lənkəran futbolçuları. Əliyağa Məmmədov. Naimlə oynadı yenidən. Naim Abbasov ötürmə etmək üçün komanda yoldaşlarına baxdı. Ramal Dadaşzadə hücumun qarşısını alır. Yan xəttdən Lənkəran futbolçuları top oyuna daxil etsələr də təkrarən Elmin Kazımzadə bu səfər topu meydandan kənarlaşdırır. Naim Abbasov. Xəlil Xəlilov oyunun baş hakimi. Masallı komandasının qapısına cərimə zərbəsi təyin edir. Təhlükəli mövqedən Lənkəran futbolçuları cərimə zərbəsini yerinə yetirəcəklər. İlk hissənin son dəqiqələrində. Ayrama. Oradan ver. Dörd nəfərdən ibarət canlı sədd qurur Masallı futbolçuları Əli Aydınzadə cərimə zərbəsini yerinə yetirəcək. Ayaz Məmmədli diqqətlidir qapısında. Əli Aydınzadə. Bu arada oyunun baş hakimi Xəlil Xəlilov ilk hissənin Stadiona daxil olmuruq. Birinci hissə başa çatdı. Futbol klubu 1, Lənkəran futbol klubu 0. İkinci hissədə görüşmək üzrə. Hörmətli Səxavəttin müəllimə dərin təşəkkürümüzü bildiririk. Biz bir neçə ay öncə bununla bağlı açıqlama vermişdik ki, Masallıda mart ayında stadion təmirə bağlanacaq və sənədlərdə biraz gecikmə olduğuna görə aprel ayında inşallah stadionda təmir tikinti işləri başlayacaq. Komandamıza bu mövsümdən başlayaraq sponsorluq edən, dəstək olan maddi mənəvi Masallı Prospekt Biznes və Ticarət Mərkəzinin sahibi hörmətli Vüsal müəllimə dərin təşəkkürümüzü bildiririk.
Masallı idmanının, futbolunun və gənclərin yanında olduğu üçün. Növbəti 2 oyunumuz səfər oyunu olacaq. Yəni hardasa 2 həftə aprel ayında ev oyunlarımız olacaq. Bu ay üçün 2 oyun səfərdə olacaq. Biri Nefsalada, biri isə Biləsuvarda olacaq. Komandamızın sosial media hesablarında izləyə bilərsiniz. Facebookda, Instagramda, TikTokda, YouTube'da, bütün sosial şəbəkələrdə komandanın sosial media hesabı mövcuddur. Bu mövsümdən etibarən Seybətinli iş adamı, hörmətli Zeynalov Qadir müəllimə təşəkkür edirik öz dəstəyini verdiyi üçün. İnşallah ki, hədəfimiz Region Liqasının çempionu olmaqdır Allahın izni ilə və 2-ci liqaya vəsiqə qazanmaqdır. Futbolun bu cür maraqlı keçməsinin səbəbkarları siz dəyərli azərkeşlərsiniz. Hər birinizin qarşısında komandanın rəhbəri olaraq baş əyirəm. Gələn ayaqlarınız var olsun. Minnətdaram sizə. Alqışlayaq komandamızı. Masallı Peşəkar Futbol Klubu 2020-ci ildən fəaliyyət göstərir. Əsas məqsədi uşaq futbolundan başlayaraq böyük futbola yönəlməkdir. Gənc nəslin sağlam bədəndə, sağlam ruhda tərbiyə olunmasıdır. Bunun üçün komandanın baş məşqçisi, hörmətli Bəxtiyar müəllim dayanmadan çalışır və az yaşlı futbolçularımızdan bir neçəsi akademiyalara transfer olublar. Hətta bir futbolçumuz Əli Kiçikbayov Barcelonada yerləşən Marset Akademiyasında təlimdədir. İnşallah ki, karyerasında uğurlar arzu edirik. Bu günləri Masallıda istənilən idman növünün olması çox gözəldir, alqışa layiqdir. Mən bir neçə müəllimi, idman müəllimin bu stadionda gördüm. Taekwondo müəllimi, hörmətli Sadiq müəllim buradadır və digər müəllimlər də ola bilər, buradadılar, görmürəm. Hər birinə dərin təşəkkürümü bildirirəm ki, gənclərimizin sağlam bədəndə və sağlam ruhda tərbiyə olunması üçün əllərindən gələni edirlər və əsirgəmirlər. Oyuncular da hakim olmaz. Hakim içeride olan da oyuncu. Yok. Hakimden daha oyuncunun yollamalısınız. Oyuncudan ben oyuncunun yolladım hakimin üstüne ki oyunu bırakın. Hakim üstüne. Kardeş, kırağına başka da müdafile eləməyək. Kırağına müdafile eləməyək. Oyun oynayırıq. Nurşad qardaşa, Rəvan qardaşa minnətdarlığımı bildirəm. Vadim Eyvazoğlu özü gələ bilməyib, nümayəndəsini göndərib. Şəmsəddin qardaşa təşəkkür edirəm. Oyunlarımız inşallah oyundan sonra YouTube kanalında olacaq geniş şəkildə. Oyunu aparan diktor olaraq Fuad Fərazova qardaşa təşəkkür edirəm, minnətdaram. Hər birinizin əziyyəti danılmazdır, göz qabağındadır. Hər birinizə təşəkkür edirəm, var olasınız. Əsas hakim Əlilov Xəlil, birinci köməkçi hakim Qaracayev Samir, ikinci köməkçi hakim Quliyev Rəşad. Oyunlar zamanı təhlükəsizliyimizi təmin edən Masallı rayon polis şöbəsinin
rəhbərliyinə hörmətli Azay müəllimə, Eşkən müəllimə və əməkdaşlarına xüsusi təşəkkür edirik. Təhlükəsizliyimizi təmin edirlər. Komandamızın məşqçisi hörmətli Allah şükürə təşəkkür edirik. Oyuncularımızın sağlamlığının qeydinə qalır. Da təşəkkür edirəm, minnətdaram. Təkrar xoş gördük, dəyərli futbol sevərlər. Masallı Peşəkar Futbol Klubu 1-0 irəlidədir. İlk hissədə penaltı zərbəsindən Qədir Həsənovun atdığı golla Hakimov statiki ilə ikinci hissə başladı. Masallı futbolçuları hücum qurmağa çalışırlar. Rüstəm Babayev uzaqlaşdırır. Təkrarən Masallı futbolçuları topu meydanlarından hissəsində qarşılayırlar. Lənkəran futbolçularındadır hücum şansı, amma top qapısı Ayaz Məmmədliyə qədər gəlir. Rəvan Murtuzayev Naim qarşılayır. Yenidən Rəvan Mirzəbəy soyuqqanlı hərəkətlər edir. Vadim araya girərək topu qazanır. Lənkəran futbolçuları topa sahib ola bilmir. Əliyə Məmmədov, Ayaz Məmmədli komanda yoldaşlarından irəli getmələrini istədi. Anar Heydərli çobudluq edir Əflatun Məmmədliyə qarşı. Xəlil Xəlilov oyunu saxlayır. Fərid Ağayev qısa ötürmə etdi Qədir Həsənova. Qədir Həsənov oyunun yönünü sol cinaha dəyişdirir. Uzun ötürmə edir Rəvan Murtuzayev. Top uğrunda mübarizə edən Əflatun məğlub ayrılsa da Qədir topu qazanır, yenidən itirir. Amma hələ ki Masallı futbolçuları hücum etməyə çalışırlar. Rüstəm Babayev Mirzəbəy ilə oynadı. Mirzəbəy təkrar Rüstəmlə oynadı. Rüstəm Babayev ötürmə edərkən səhvə yol verir. Əlaydınzadə Anar top istəyir. Onunla oynadı. Anar Heydərli sol cinahdan Lənkəran futbolçuları hücuma keçsələr də Masallı komandasının müdafiəçiləri qarşılayırlar. Amma təhlükəli epizod yarana bilərdi. Sağ cinahdan oyuna ikinci hissədə daxil olan Tural Nuriyev topu uğrunda mübarizədə məğlub olur. Əflatun iki oyunçunun əhatəsindən komanda yoldaşını ötürmə etsə də Oruc araya girir. Sabırlıqla dayandırır, gəlir onu.
Malikov komanda yoldaşlarına ileri getmələrini istəyir. Uzun ötürümü etsə də top Əlaydınzadəyə gəlmir. Asif Həşimov qarşıladı. Anar topa sahib olur. Əlaydınzadə oyunçunun hatəsindən çıxa bilmir. Qədir Həsənova qarşı korluqluq olunur. Xəlil Xəlilov oyunu dayandırır. Asif Həşimov komandanın kapitanı Rəvan Murtuzayevlə oynadı. Sol cinahda Mirzəbəy hücuma qoşulsa da topu itirir. Rəvan araya girir təkrarən. Topu komanda yoldaşlarına qazandırır Mirzəbəy. Sürüşmə fəndi ilə topu meydanda saxlamağı bacarsa da top Lənkəran futbolçularına qədər gəlir. Şahverdiyev Əlaydınzadəyə ötürüm edir. Ayaz Məmmədli qapısını tərk edir. Təhlükəli hücumun qarşısını alır. Anar Eydərli Aflatun topu meydandan kənarlaşdırır. İkinci zərbəsi ilə Lənkəran futbolçuları oyunu davam etdirəcəklər. Bu dəqiqələrdə Lənkəran futbolçuları fəallığı ilə seçilirlər. Sahiblə anlaşılmazlıq yaranır. Aralarında Masallı futbolçular təhlükəli hücumda Tural Nuriyev Lənkəran komandasının qapıcısı İrəli çıxaraq hücumun qarşısını aldı bu səfər. Hər iki komanda bu dəqiqələrdə məzmunlu oyun nümayiş etdirirlər. Sizcə nisbətən daha maraqlı qarşılaşma izləyirik. Əflatun Məmmədli Anar araya girsə də top itirir. Vadi Rəvan Murtuzayev Mirzəbəy təkrar Rəvanla oynadı. Naim qarşılayır. Əliyağa bu futbolçu fəallığı ilə seçilir Lənkəran komandasında. Amma hələ ki Masallı futbolçuları 1-0 hesabı ilə irəlidədirlər. Oyunun ilk hissəsində penaltı zərbəsindən Qədir Həsənovun atdığı qolla. Mirzəbəy İslam Babayev Elvin topu qapısına qədər ötürür. Kobud səhvə yol versə də Elmar Mustafazadə, amma Masallı futbolçular bundan istifadə edə bilmədilər. Qədir Həsənov Anar Eydərli qarşılayır. Elmin Kazımov, Rüstəm Babayev Vadim araya girir. Topu komanda yoldaşı Əliyağa Məmmədova qazandırır. Gözəl fəndlə keçmək istəsə də Masallı komandasının müdafiəçisini alınmır. Naim Abbasov, Elvin Həşimov soyuqqanlı hərəkətlər ilə seçilir bu müdafiəçi. Şahin Ağayev ötürmə etmək istəsə də top meydanı tərk edir. Əliyağa Məmmədova qarşı kobudluq edir Rəvan Murtuzayev. Bayaq da qeyd etdiyim kimi Lənkəran futbolçuları bu dəqiqələrdə daha aktiv oyun nümayiş etdirirlər. Hesabı bərabərləşdirməyə çalışırlar. Amma Masallı komandasının müdafiəçiləri məharətlə qoruya bilirlər. Ayaz Məmmədli 2 həmlədə topa sahib oldu. Zavad qarşıladı. Top Asif Həşimova gəlir. Asif Həşimov Əflatuna uzun ötürmə edir. Əflatun Məmmədli
Anar Heydərli ilə mübarizədə məğlub ayrılır. Anar Heydərli əli top istəsə də Vadimlə oynayır. Oruç Şahverdiyev. Oruç Şahverdiyev ötürmə etsə də Ayaz Məmmədli topa sahib olur. Vaxt itirmədən komanda yoldaşı ilə oynayır. Rəvan Murtuzayev. Naim Abbasov. Elvin Həşimov. Təkrar Naimlə oynadı. Elvin Həşimov. Əliağa Məmmədov. Rəvan Murtuzayev onun qarşısını alır. Qədir Həsənov, Mirzəbəy. Qədir Həsənov, Əflatun Məmmədli ilə oynadı. Əflatun Məmmədli. Fərid Ağayev, Əflatun Məmmədli. Qədir Həsənov. Elmin Kazımov uzaqdan zərbə endirmək istəsə də Elvin Həşimov başla topu meydandan kənarlaşdırır. İkinci zərbəsi ilə Masallı futbolçuları oyunu davam etdirəcəklər. Dedim zəmin yem rəhmətullah. Getdi onun için. Ha, 2 dənə o qapı çevir, 2 dənə bu qapı. Birinci bura ver, birinci bura ver. Qaç. Biraz büyük məşq də yoxdur. Mirzəbəy, Şəhbazov, Qədir Həsənov. Lənkəran komandası müdafiəçiləri topu uzaqlaşdırır. Cərimə zərbəsi təyin edir Xəlil Xəlilov. Qədir Həsənov cərimə zərbəsi ilə oyunu davam etdirəcək. İslam Babayev uzaqdan zərbə, top qapıdan xeyli aralı keçir. Elmar Mustafazadə orta sahədə qarşıladı Masallı futbolçuları. Tural Nuruyev ona qarşı çabukluğun olduğunu qeyd etsə də oyunun baş hakimi belə düşünmür. Cavad Məlikov Elvinlə oynadı. Elvin Həşimov Oruç top istəyir. Asəf Həşimov başla qarşıladı. Top hələ ki Lənkəran futbolçularındadır. Anar Heydərli Əflatun Məmmədli sürüşmə fəndi ilə onun qarşısını almaq istərkən çobukluğa yol verir. Vadim Kərimzadə cərimə zərbəsini yerinə yetirəcək. Lənkəran komandasında oyuncusu futbolçu dəyişikliyi yerinə yetiriləcək birazdan. Vadim Kərimzadə pasını edir cərimə meydanına. Oyunun baş hakimi Masallı komanda
komandasının müdafiəçisinə qarşı gel, çox qeyd edir gel, Asəf gel. Həşimov. Çox pula məruz qalır. Ayaz Məmmədli Sakin. oyunu davam etdirəcək. Buraya tələsdir, buraya tələsdir. Ayaz başladı, Ayaz. Şahin, aşağıda çok sağlam. Aşağıda. Gerçekten başla. Asəf Həşimov. Anar başla qarşılasa da top Fəriddə qaldı. Fərid Ağayev, Əfladun Məmmədov Elvin Həşimovdan sıyrıla bilsəydi qapısı ilə üz-üzə qala bilərdi. Anar Heydərli, Asəf Həşimov, Asəf Həşimov qapısına qədər ötürməkdir. Ayaz Məmmədli, Bir yerde. Asəf Həşimov soyqalı hərəkət etsə də top itirib. Lənkəran futbolçuları real qol vəziyyətindən istifadə edə bilmirlər. Asəf Həşimov burada çox səhvə yol versə də Lənkəran komandasının futbolçusu Əli Aydınzadə bu epizoddan istifadə edə bilmir. Ayaz Məmmədli. Anar Heydərli top itirir, qazanır Ne gözün sen? Getir bura, getir hatta. top uğrunda mübarizədən qalib ayrılır. Anar Heydərli bugün komandası üçün çox iş görür bu futbolçu. Adətən Masallı komandasının hücumlarının qarşısının alınmasında fəal iştirak edir Elvin Həşimovla birlikdə. Zəbəy topu komandasına qazandırsa da Tural Nuriyev topu ram edə bilmir, amma daha sonrasında qapıcı ilə üz-üzə qalır. Amma bu fürsətdən istifadə edə bilmir Tural Nuriyev. Əli Aydınzadə. Əli Aydınzadə. Ayşıqları dayandırdı. Yan xətdən top oyuna daxil etdi Elmin Kazımov. Kazımov. Əli Aydınzadə qarşısını alır. Fərid Ağayev zədələnir. Əfladun Məmmədli. Hakim sarı vərəqə ilə cəzalandıracaq. Lənkəran komandasının müdafiəçisi Cavad Məlikovu. Əfladun Məmmədli zədələnib. Şovudluqla dayandırıldı. Cavad Məlikov tərəfindən yəqin ki, oyunun baş həkimi İçeride su var, onlardan ver bak şöyle 5-6 almalı. bu epizodda vərəqə göstərməyə bilməzdi. Cavad Məlikov sarı vərəqə ilə cəzalandırılır.
Əflatun oyuna davam edə biləcək. Cərimə zərbəsini Qədir Həsənov yerinə yetirəcək. Bu arada Lənkəran komandasında oyuncu dəyişikliyi yerinə yetiriləcək. Nömrəli futbolçu Əliyağa Məmmədovun əvəzinə meydana 9 nömrəli futbolçu Renat Təhməzov daxil olur Lənkəran komandasında. Arkadan gelin ha. Yemiş arkadan gelin. Qədir Həsənov cərimə meydanını asma edir. Lənkəran komandası müdafiəçilər topu uzaqlaşdırmağa çalışarkən səhvə yol verirlər. Əflatun Məmmədli qapçı ilə üz-üzə qalsa da bu epizoddan istifadə edə bilmir. Masallı futbolçuları gözəl gol şansı yaratmışdılar. Amma Əflatun Məmmədli bu epizodda qapıdan kənara vurur. Fərid Ağayev Turallı oynadı. Tural Nuriyev sahib araya girir, top meydandan kənarlaşır, yan xətdən Fərid Ağayev oyunu davam etdirir. Əflatunla oynasa da bu səfər Lənkəran futbolçuları yan xətdən top oyuna daxil edəcəklər. Anar Heydərli Asəf qarşılayır. Lənkəran futbolçularındadır Uruz Şahverdiyev. Oyunçunun əhatəsindən çıxa bilmir. Cərimə zərbəsini yerinə yetirəcəklər. Meydanın masallı futbolçularına aid olan hissəsində. Lənkəran futbolçuları Vadim Kərimzadə. Üç Lənkəran futbolçusu cərimə meydanında özlərinə yer tapıblar. Vadim Kərimzadə asma edir. Fərid Ağayev başa topu uzaqlaşdırmaq istəsə də az qalsın topu öz qapısından keçirəcəkdi. Amma ki Ayaz Məmmədli sayıq davranır. Masallı futbolçuları yenidən təhlükəli vəziyyət yarada bilərlər. Uzaqdan zərbə indirsə də Qədir Həsənov Lənkəran müdafiəçiləri hücumun qarşısını alırlar. Vadim Kərimzadə, Naim Abbasov Rüstəm Babayevin qarşısına gəlir. Rüstəm Babayev zərbə indirsə də Lənkəran komandasının qapısı Elmar Mustafazadə hücumun qarşısını alır. Topa yüksəkliyi qazandırır. Renat Təhməzov başqa komanda yoldaşına ötürmə edir. Əli Aydınzadə Uruz top istəsə də sağ cinahda istədi, amma onunla da oynamadı. Sonrasında isə top itirdi. Elmin Kazımov Turala top gəlmir. Qədir Həsənov, Rüstəm Babayev sol cinahdan hücum qurmağa çalışır masallı futbolçuları. Tural iki oyunçunun əhatəsində topu qazana bilməsə də arxadan dribbling etməyə çalışır. Fərid Ağayev kobudluq edir. Bu səfər isə Lənkəran komandasının qapıçısı Elmar Mustafazadə sarı vərəqə görür. İştiraf eləyəni vermirlər, danışana sarı kart verirlər. Gel!
Təhməzov. Renat Təhməzov, Mirzəbəy sürüşməfənliyi ilə topu meydandan kənarlaşdırır. Əli Aydınzadə. Əli Aydınzadə hücum qurmağa çalışsa da Mirzəbəy ustalıq nümayiş etdirir. Mirzəbəy Şahbazov təkrarən Lənkəran komandasının hücumun qarşısını alır. Yan xəttdən Naim Abbasov oyuna davam etdirəcək. Renat Təhməzov topu saxlaya bilmədi. Sonrasında Savasən Həşimov topu uzaqlaşdırır. Renat Təhməzov komanda yoldaşı Vadim Kərimzadə etsə də Vadim Kərimzadə gecikir. Sonrasında isə Masallı futbolçular topu meydandan kənarlaşdırır. Lənkəran komandası ikinci zərbəsi ilə hücum qurmağa çalışacaq. Əli Aydınzadə Sahib Quliyev ona yaxınlaşır. Mirzəbəy də onu tərqib edir. Tural Nuriyev topu uzaqlaşdırmaq istəsə də top yenidən Lənkəran futbolçularından sonrasında isə Masallı komandası müdafiəçiləri baş hakimi Xəlil Xəlilov zərbəsi qeydə alır. Fərdağayevə qarşı çobudluq olunmuşdu. Asəf Həşimov oyunu davam etdirəcək. Asəf Həşimov Şahin Ağayevin sarı vərəqəsi var səhv etmirəmsə. Amma hakim bu səfər onu bağışlayacaqmı? Bəli, elə də olur. Xəbərdarlıq edir sadəcə. İkinci sarı vərəqəni göstərmir. Oyunun 71-ci dəqiqəsi gedir hal-hazırda. Masallı Peşəkar Futbol Klubu 1, Lənkəran Futbol Klubu 0. Masallı komandasının qolunda penaltı zərbəsindən Qədir Həsənov qeyd edib. Hakimin göstərişlərini yerinə yetirmədiyinə görə Lənkəran komandasının daha bir sarı vərəqə ilə cəzalandırılır. Qədir Həsənov Mirzəbəy uzaqdan zərbə indirir. Elmar Kazımov topu yumruqları ilə uzaqlaşdırsa da daha sonrasında oyunun yan hakimi oyundan kənar vəziyyət qeydə alır. Gecikmədən Lənkəran futbolçuları oyunu davam etdirir. Elvin Həşimov, Naim Abbasov, Əli Aydınzadə topu saxlaya bilmədi. Rüstəm top istəsə də Qədirlə oynayır. Qədir Həsənov, Fərdağayev, Lənkəran futbolçuları topu qarşılayır. Sol cinahdan
Anar Heydərli üzünü ötürmə etdi Naim Abbasov. Naim Abbasov sağ cinahdan irəliləyir. İki futbolçu qarşısındadır. Əli Aydınzadə ötürmə edebilir. Əli Aydınzadə, Vadim Kərimzadə təhlükəli epizod alına bilər. Oyuna sonradan daxil olan Reynat Təhməzov ustalıq səviyyəsini nümayiş etdirə bilmir. Top qapıda xeyli aralı keçir. Masallı Peşəkar Futbol Klubunda 2 oyuncu dəyişikliyi yerinə yetiriləcək. Murad Məmmədov və Zahir Əliyev meydana daxil olacaqlar. Şəmsi. Rüstəm Babayev Arkadan onun hərəkətlərin qapıya vurulan zərbələri və Ramal Dadaşzadə meydanı tərk edir. Zahir Əliyev və Murad Məmmədov 77 və 88 nömrəli futbolçular meydana daxil olurlar. Ona görə gəlmişsiniz region liqası. Ayaz Məmmədli, Əflatun başla topu qarşılasa da sonrasında itirir. Anar topu ram edə bilmir. Fərid Ağayev. Futbolçuların Masallı komandasının futbolçusu Elmin Kazımov əli ilə oynadığını qeyd etsələr də hakim oyunu saxlamır. Top Lənkəran futbolçularındadır. Sahib Quliyev, Fərid Ağayev sürüşmə fəaliyyəti başlayır. Rəvan Murtuzayev başla hücumun qarşısını aldı. Heydərli, Vadim Kərimzadə Elmin uzaqlaşdırmağa çalışır, amma top hələ ki Lənkəran futbolçularındadır. Elvin Həşimov Fərid Ağayev ilə Anar Heydərli mübarizəsində hakim zərbəsi qeyd alır. Xeyr, əslində yan xətdən dəqiqələrdə hər iki komandada gərginlik hiss olunur. Lənkəran futbolçuları hesabı bərabərləşdirməyə çalışsalar da Masallı Peşəkar Futbol Klubunun da qələbəni əldən vermə niyyəti yoxdur təbii ki. Vadim Kərimzadə uzaqdan yoxlayır qapını, amma top yenə də qapıdan xeyli aralı keçir. Naim Abbasov Vadim Kərimzadə Elvin oynadı. Naim Qədir Həsənov, Əflatun Məmmədli qapçılı üz-üzə qalsa da komanda yoldaşından top ötürür, amma oyunun yan hakimi oyundan kənar vəziyyət qeyd alır. Beləcə bu hücum da boşa çıxır. Əksinə orada özü cərimə meydançası kənarından zərbə endirsəydi, bəlkə də 2-0 irəli keçirə bilərdi komandasını, amma o komanda yoldaşını etməyi tərcih eləsə də oyunun yan xətt hakimi oyundan kənar vəziyyət qeyd aldı. Naim hələ topu saxlaya bilmədi. Mirzəbəy Şahbazov Mirzəbəy
Sol cinahdan ötürmə etmək istəsə də zəif halında onun ötürməsi. Təkrar Elvin Həşimov araya girdi. Soyuqqanlı hərəkətlər edir. Bu dəqiqələrdə Lənkəran komandası müdafiəçiləri. Tural Nuriyev komanda yoldaşına dəstək gəlsə də Lənkəran komandasının qapıçısı Elmar Mustafazadədə qalır. Elmar Mustafazadə tələsərək oyunu davam etdirsə də Masallı futbolçuları onların hücumunun qarşısını yerindəcə alırlar. Anar Heydərli uzun ötürmə edir. Fərid Ağayev, Qədir Həsənov komanda vermək üçün baxdı. Daha sonrası özü irəlilədi. Üç oyuncusunun əhatəsindən məharətlə sıyrıldı. Muradla oynadı. Murad Zar zərbə endirsə də Elmar Mustafazadə yenə də peşəkarlığını nümayiş etdirir. İkinci topun vurulmasının qarşısını alır. Lənkəran komandasında oyuncu dəyişikliyi həyata keçiriləcək. Orxan. Atları nerede o? Atları. Şohrut. Hadi. İkinci zərbəsindən Masallı futbolçuları oyunu davam etdirir. Zar qarşılayır. Asaf Həşimov. Naim. Murad araya girdi. Murad Məmmədov. Çok hızlı verdi. Renas! Şahin Ağayev cərimə zərbəsini yerinə yetirəcək. Şahin Ağayev uzun ötürmə etdi. Bəyaz Məmmədli yerindədir. Çağır. Əflatun gözəl ötürmə etsə də Naim topun gəlməsinin qarşısını alır. Pərvin Əmənov sonradan meydana daxil olub futbolçu. Cavad Məlikov Elminlə oynadı. Tural Nuriyev topu qazanmaq istəsə də soyuqqanlı davranır Elvin. Elaq Təhməzov yenidən top itirir. Əflatun Məmmədli. Qədir Həsənov. Zahir Əliyevlə oynasa da Zahir Əliyev
istifadə edə bilmir. Oyundan kənar vəziyyət qeyd aldı. Oyunun yan xətt hakimi Elmin Kazımov, Qədir Həsənov, Vadim Kərimzadə topu qazanır, komanda yoldaşını ötürür. Anar Heydərli yenidən Vadim oynadı. Komandanın kapitanı Vadim Kərimzadə, Anar Heydərli, Əflatun Məmmədli onların qarşısını almağa çalışır. Top meydanı tərk edir. Yan xəttdən Lənkəran futbolçuları hücumlarını davam etdirəcəklər. Vadim top istədi. Anar Heydərli isə yəqin ki uzun ötürmə edəcək. Asaf Həşimov bu epizodda zədə alsa da topun Lənkəran futbolçusuna gəlməsinin qarşısını alır. Davay, oynayalım. Davay. Yorulurlar, oynuyor. Elmin Həşimli qarşılayır. Həsənalı, Məmmədov. Sol cinahdan Zahir top istədi. Zahir Məmmədov topa yetişdi. Elvin Həşimov. Onun qarşısını alır Naim Abbasov. Rasul, tamam Rasul! Tamam! Çok yakın aslında bura. Zaur Anar Mirzəyev topu qazandı. Daha sonrasında oyunun baş hakimi itini səsləndirir. Cərimə zərbəsi yerinə yetirəcək Masallı futbolçuları. Futbolçu cərimə meydanında özlərinə yer tapıblar. Masallı komandasından Elmar Mustafazadə qapısını tərk edərək topu kənarlaşdıra bildi. Vadim Kərimzadə, Pərvin Əmənov hücumun qarşısını alır. İki oyunçunun əhatəsindən çıxmaq istəsə də top Lənkəran futbolçularından meydanı tərk edir. Elvin Həşimli Qədir Həsənov Zəbəy Zahir Əliyev saxlaya bilmədi. Vadim dur! Elvin Həşimov Düş! Murat! Say! Naim Abbasov Masallı futbolçular topu qazanırlar. Sürətli əks hücum qurmaq istəsələr də Tural Nuriyev topu saxlaya bilmədi. Zavad Məlikov Murad Məmmədov 88 nömrəli futbolçu sürətlə irəlilərsə də müvazinətini itirdi. Daha sonrasında hakim oyunu dayandırır.
Lənkəran futbolçular hesabı bərabərləşdirməyə çalışırlar. Masallı futbolçular isə məharətlə müdafiə olunurlar bu dəqiqələrdə. Əli Aydınzadə, Qədir Həsənov, Asəf Əşimov. Cavad Məlikov Əflatun qarşısını almağa çalışır. Cavad Məlikov şimdi topu gördü. Tural Nuriyev Kırmızı vərəqə Lənkəran komandasının fəal futbolçularından olan Elvin Əşimov kırmızı vərəqə ilə cəzalandırılır. Real gol epizodunun qarşısını aldığı üçün Tural Nuriyev kobudluqla dayandırılmasaydı, yəqin ki ikinci topu Lənkəran komandasının qapısından keçirəcəkdi. Elvin Əşimov burada kobud oynayır və oyunun baş hakimi Xəlil Xəlilov tərəfindən qırmızı vərəqə ilə cəzalandırılır. Təhlükəli nöqtədən Masallı futbolçuları cərimə zərbəsi yerinə yetirəcək. Futbolçu topun ətrafındadır. Mirzəbəy, Əflatun və Qədir. Baxaq hansı yerinə yetirəcək cərimə zərbəsini. Qədir Həsənov yerinə yetirəcək cərimə zərbəsini. Qədir Həsənov gözəl şəkildə yerinə yetirsə də cərimə zərbəsini, amma eyni gözəlliklə də Lənkəran komandasının qapısı komandasını qoldan xilas edə bilir. Buna göre bile bu başlasın. Yok mu? Gün zərbəsi ilə Masallı futbolçuları oyunu davam etdirəcəklər. Kobudluq edir Əflatun Məmmədli. Anar Mirzəyev. Teşekkürler. Değerli arkadaşlar, var olasınız, minnettarız. Çok sağ olun. Masallı komandasının golunu ilk hissədə penaltı zərbəsindən Qədir Həsənov qeyd etdi. Sizinlə sağollaşırıq. Gələn görüşlərə də sağ olun.